Necə gəlir indi səsin? İndi aydın olmadı, ne bileyim. Tam aydın gelmir. Yenə tam aydın gəlmir. Aha, Yaxşı. indi düzeltmedim. Bayaqkından yaxşı olacaq, ola bilsin yenə biraz eləysin. Çünki İndi yaxşıdır. eləyəcək bir şey yoxdur, amma bayaqkından düzəlməlidir. Inheritance klası açdım. İndi burada da student klasını yaradacağım. Yazdıqlarımızı kopyalayıb atacağım bura. Yox, string səfiyyə girdi. Lazım bizə. Fieldları götürək. Sonra py value, set score, get score bunları götürək. Gələk inheritance-a. Deməli biz bu student klassını nə deyib yaratmışdıq, nə cür bir senaryo qurmuşduq. Güya ki bir universitetin və ya bir məktəbin şagirdlərinin, oradakı ümumiyyətlə personalın rəqəmsal şeyini yaradacaq. Saytını yaradacaq deyək. Hər yerdə sayt deyək elə. Saytın backendini yazmalıyıq. Backend də demişdik ki, nə işə yarayır? Frontend üçün məlumatları təmin eləyəcək. Çünki frontend özlüyündə məlumat saxlamırdı. Məlumatları hardan götürür? Backend-ə müraciət eləyir. Backend birinci məlumatları database-dən götürür. Sonra onlar üzərində müəyyən əməliyyatlar aparır və onu verir frontend-ə. Yaxşımı? İndi biz də fərz eləyək ki, onun backend-ini yazırıq. Encapsulation-ı tətbiq elədik. Encapsulation tətbiq eləyəndə biz nə əldə elədik? Məlumatlarımız artıq etibarlıdır, yəni secure-dur. Məlumatlara qıraqdan heç bir müdaxilə mümkün deyil. Artıq onun qarşısını aldıq biz. Gəlin indi nümunəmizi biraz da inkişaf elətdirək. Student var. Yaxşımı, mən front-end-ə, yəni saytıma studentləri artıq göndərə bilirəm. Amma bir universitetdə və ya məktəbdə təkcə tələbələr deyil ki, orada müəllimlər var. Mən istəyirəm ki, saytımda müəllimləri də göstərə bilim. Həmçinin oradan məsələn istəyə bilərəm ki, tutorları ayrıca göstərim. Və ya dekanları, rektorları ayrıca göstərim. Müəllimləri yazaq hələlik. First name, last name, score, grade, past bunlar var bizdə. Bir dənə də müəllim klası yaradıram. Çünki müəllimləri də obyekt şəklində mən atmalıyam, front-end-ə atmalıyam. Teacher klası yaradıram. Oyda nə oldu? Bir teacher klası yaradıram. Qoyaq bunu qırağa. İndi fieldlar yazıram teacher üçün. Encapsulation elə bəri başdan tətbiq eləyək, çünki artıq bilirik də necədir. Private string first name. Həmçinin private string last name. Sonra bir müəllim obyektinin nə kimi bir field ola bilər? Siz deyin, mən yazım. Exam hazırlamaq. Hələ ki, saxlaya biləcəyimiz məlumatları yazırıq. Hələ ki, fieldlar yazırıq. Nə kimi bir məlumat saxlamalıdır? Maaş alırız. Maaş ola bilər, bəli. Private. Double tipində verirəm. Bəli, bəli. Təhsilli ola bilər deyə double verilir. Salary, okay. Başqa nə deyə bilərsiniz?
Bir dənə də yazaq bəsdir. Yaxşı ola bilər. Nə ola bilər? Yaşı. Yaş. Yox, yaş, yəni teacher-a yazası olsa, onun şagirdə də yazaq gərək. Mənim təcrübəsi ola bilər. Təcrübə ola bilər. Onun tipini kim verərəm? Təcrübə string. String. Yəni təcrübə ümumiyyətlə sən mənə bir təcrübə de görüm. Məsələn, Təcrübəsi, nə mənada təcrübəsi deyirəm? Müəllim, Hə. məsələn, müdir və yaxud da ki, indi bir aşağı səviyyə müəllim, bildiniz nə deyirəm? vəzifəsi, hə. Hə, vəzifə. Olar, yazmaq olar. Private string vəzifə nədir ingiliscə? Gəlin də onu tap. Mən də deyir baxım. Kimsə boolean dedi. Task. Nədir? T-A-S-K. Task. Yox, o təcrübə, vəzifə. Position olmaz. Position. Level da yaza bilərsin, müəllim, level. Hə, position da olar. Nə dedin sən? Level. Level. Yox, position elə məncə ən uyğundur. Düz, doğru. Deməli, kimsə... Həm Aha. mövqe kimi gedir, düz position daha yaxşı. Hə. Mövqe kimi gedir. Kimsə boolean dedi tipin. Boolean nə üçün istifadə olunur? Özündə iki dəyər saxlayan dəyişənlər üçün. Ya true, ya false. Şimdi elə hallarda boolean istifadə eləmək olar. Amma burada uyğun deyil. Getir setterları elə generatorla yazıram. Kodumuz düzdür, tamdır. Yaxşımı? Kodumuz tamdır, amma ki burada bir problem var. Baxın, proqramlaşdırmada belə bir şey var. Belə bir principle var daha doğrusu. Principle'ın adı bilirsiniz nədir? Yazıram bura. D, R, Y kimi yazılır. Don't repeat yourself. Don't repeat yourself. Özünü təkrarlama. Yəni nə deməkdir? Necə? Heç elə sizin dediyinizi deyim. Özünü təkrarlama. Yəni ki, bir dəfə yazdığın kodu, bir dəfə yazdığın sətri və ya bir neçə sətr ikinci dəfə götürüb başqa bir yerdə yazma. Yəni ki, duplikat kod yazma. O prinsipli, bu prinsipli biz pozmuşuq. Harda pozmuşuq deyə bilərsiniz? Bax, kodumuzda deməli, burada first name, last name yazmışıq. Həmçinin burada da first name, last name yazmışıq. Təkrarlamışıq özümüzü. Bəli. Deməli, bu prinsipli pozmuşuq. Birinci baxaq, bu prinsipl niyə var? Bu prinsipl ona görə var ki, səhər bir gün kod stabil qalmır da, kod həmişə dəyişir. Hətta işləməyən yerləri bir qırağa, kodun işləyən yerləri də dəyişə bilir. Mən burada last name-dəki bu adlandırmanı dəyişmək istəyirəm. Last name olmasın deyirəm, olsun surname. Yaxşı, belə bir adlandırma ilə getmək istəyirəm, nəsə bir səbəbdən ötürü. Mən bunu burada surname elədim. Məndə təkcə student klası yoxdur ki, teacher klası var. Bu bir tam proqram olsaydı orada olacaq idi, nə bilim, tutor klası, rektor klası, dekan klası bu şəkildə. Onların da həmçinin first name, last name'ləri var. Gedib o klassları hamısını bir-bir gezib nə etməli olacaq idim? Bu last name'ləri çevirməli olacaq idim surname-ə. Bu prinsipl bu səbəbdən var. Kodumuzdakı hər şeyin kökü bir dənə olmalıdır. Ki, biz səhər bir gün bir dəyişiklik eləyəndə bir yerdə dəyişək, hər yerdə əks olunsun bu. Və dəyişən istifadə eləməyimizin səbəbi də budur. Ümumiyyətlə, dəyişənlər niyə var proqramlaşdırmada? Dəyəri saxlasın özündə. Və biz həmin dəyər
bizə harda lazımsa dəyişənin adından istifadə eləyək, dəyər gəlib ora otursun. Və biz səhər bir gün dəyəri dəyişmək istəyəndə bir dənə dəyişəndən, o dəyişəndə mənimsədiyimiz dəyəri dəyişək. Dəyişən harda istifadə olunubsa, bu dəyər dəyişikliyi oralarda da əks olunsun. Biz dəyişən istifadə eləməyib, birbaşa hər yerə dəyəri yaza bilərdik, əslində yaza bilərdik. Amma dəyəri mən dəyişməli olanda gərək hamısını bir-bir gezib o dəyərləri dəyişim. Don't repeat yourself bunun üçündür və onun da burada tətbiqini görəcəyik bu dərs. O da adlanır bizdə inheritance. Baxaq. İndi bunu necə həll eləyərəm? 2 dənə ayrı klassım var. Vəziyyəti şərh edirəm sizə. 2 dənə ayrı klassım var. Student klassım, teacher klassım. Bu klassların düzdür, bir-birindən müxtəlif fieldları var. Yaxşı, score var studentdə. Score, grade, past olub olmamağı. Teacherdə var salary, position. Amma həmçinin bunların üst-üstə düşən fieldları da var. Və bu deyəcəklərim metodlar üçün də keçərlidir. İkisinin ola bilərdi ki, üst-üstə düşən metod olsun. Hətta yazaq. Üst-üstə düşən metodların yazaq bunlardır. Gəlin belə bir metod yazaq. Public string bizə geriyə string qaytarsın. Display info deyəyimi görən. Return eləsin bizə. First name plus. Hər kəs gəldi dərsə. Neçə nəfərik? Məndən başqa 7 nəfər. Bir də SS-ni alım. First name-i çıxartsın, dalıca last name-i çıxartsın. Best. Neyse, bu qədər best. Və bu metod həmçinin olsun teacher klassında. Gördünüz, deməli bizim üst-üstə düşən 2 dənə fieldimiz oldu. First name fieldi ilə last name fieldi. Həmçinin üst-üstə düşən bir dənə də metodumuz oldu. Display info metodu. Dedik ki, bu nəyi pozur? Don't repeat yourself-ı pozur. Inheritance bizim işimizə burada yarayır. Mən bunu necə həll eləyirəm? Bu 2 klassımdan əlavə bir dənə də klass yaradacağım. Niyyətim budur ki, üst-üstə düşən fieldlarımı və metodlarımı indi yaradacağım bu klassa yazın. Bu klassa yazın və elə eləyim ki, studentlə teacher həmin klassın içərisindəki fieldları və metodları özlərinə götürsün. Deməli, elə bir klass yaratmalıyam ki, first name, last name və display info metodunu özün əhatə eləyə bilsin. Belə ümumi bir klass yaratmalıyam. Klassımın adını qoyuram person. Şəxs. Yaxşı, başqa variantlar da eləmək olar, yəni başqa adlar da qoymaq olar, amma person yetərincə uyğundur. Onu bura qoyuram. Deməli, person klassın həm student klassını əhatə eləyir. Çünki student, yəni tələbə bir şəxsdir, bir persondur. Həm də teacher klassını əhatə eləyir. Çünki teacher bir şəxsdir. Və bu əlaqəyə proqramlaşdırmada deyirlər, yəni bu inheritance əlaqəsinə deyirlər is a əlaqəsi. Is a relation. Və niyə belə deyirlər? Çünki mən deyə bilirəm ki, student is a person. Və həmçinin deyə bilirəm ki, teacher is a person. Student bir şəxsdir. Tələbə bir şəxsdir. Müəllim bir şəxsdir. Bunu deyə bilirəm. Bunu deyə bilirəmsə, deməli bu qurduğum əlaqə məntiqli əlaqədir. İndi bayaq dediklərimi hamısını tətbiq edirəm. First name, last name fieldlarını götürürəm, qoyuram person klassına. Həmçinin bu metodumu da, display info metodunu götürürəm, qoyuram person klassına. Və digər klasslardan da bu duplikat elədiyim, daha doğrusu kopyalayıb person klassına yapışdırdığım fieldları və metodları silirəm. Gəlin son vəziyyətə baxaq. Burada hələ ki xətalar görürük. Bunlar düzələcək hamısı.
Problemimiz nə idi? Problemimiz don't repeat yourself prinsipini pozmağımız idi. Və bu problemi həll eləmək uğrundakı ilk addımı atdıq. Üst-üstə düşən bu overlap olan fieldları və metodları götürdük. Bizim 2 klassımızı da və ya bu 3 klassda ola bilərdi, 4 klassda ola bilərdi, bayaq dediyim kimi. Onların hamısını əhatə edə biləcək bir klass yaratdıq və üst-üstə düşən fieldları atdıq o klassa. Sonra növbəti addım nədir? İndi biz bunu qurduq, amma person klassı ilə student klassı arasında, həmçinin person klassı ilə teacher klassı arasındakı əlaqəni hələ qurmamışıq. Əlaqəni qurmaq üçün də bizdə bir açar söz var. Extends açar sözü. O child klassın, yəni aşağı səviyyədəki klassın adının yanına yazıram extends. Dalıca da yazıram o parent klassın, o valideyn klassın adını. Nədir bizdə? Person. Yazdım. Baxın, nə deyir bu? Neyse. Burada yazıram extends. Extends person. Burada bizə bir xəta verir. Deyir, first name has private access in OOP inheritance person. Bunlar deyir private-da, o səbəbdən bunlara access eləyə bilmir. Access eləyə bilmir. Bunu hələ ki saxlayaq. Encapsulation-ı burada hələ ki saxlayaq. Bunlarda olmasın. Belə. Görürsünüz, deməli, burada mən metodların içərisində, məsəl üçün bunlar yox, bu metodun içərisində first name istifadə eləmişəm, belə bir field istifadə eləmişəm də first name. Amma mənim student klassımın içərisində first name yoxdur. Bəs bu first name hardan gəlir? First name gəlir student klassının extend elədiyi person klassından. Bu klassdan fieldı sanki götürür, yazır bunun içərisinə. Baxmayaraq ki, mən yazmamışam ha. Sanki arxa fonda yazır. Bu inheritance əlaqəsi budur. Yəni, bunu da bir sxemada çəkib göstərək. Bu encapsulation nümunəsi idi. Qalsın üstdə. 2 dənə klassımız var idi. Student. Belə göstərək. Və var idi teacher. Bunu belə deyək. Burada bu fieldlar var idi. Bu da belə. Sonra nə etdik? Bir ümumi klass yaratdıq. Klassımızın adı person və person klassına bu 2 fieldı verdik. Və digər fieldları da buradan sildik. Neyse, silməyə ehtiyac yoxdur. Bizim student klassımızla teacher klassı person klassından extend edirlər. Bu da nə deməkdir? Person klassındakı bütün fieldları və metodları özlərinə miras götürürlər. Və inheritance-ın mənası da budur, yəqin bilirsiniz də. Inheritance varislik deməkdir, yəni miras götürmək. İş prinsipi də belədir ki, child klasslar, yəni bunlar, bu child klasslar, parent klassdan, yəni bu person klassından fieldları və metodları miras götürürlər. Inheritance budur. Sonra belə. Burada aydın olmayan nəsə oldu?
buraya kimi deməli sual cavab eləyə biləcəyik. Aygün buradasan? Bəli. Deməli inheritance bizdə hansı problemi həll elədi? Təkrarlamanın qarşısını aldı. Nəysə o. Biz təkrar Eyni dəyişənlər var. bəli. Təkrarlama bizdə niyə bir problemdir ki? Elə Java-nın prinsiplərindən biridir. Yeni şeylər təkrarlamaq olmaz. Niyə olmaz da? Yazdım mən 2 dənə field yaratdım. Fieldlar eyni işi görür, eyni adları var, eyni tipdədir. Amma ki, proqramın fərqli yerlərində 2 dənə field yaratdım. Bu mənim üçün nə kimi bir maneə təşkil eləyir? Yəni, eyni kodu 2 dəfə yazırıq da, həm özümüzü təkrarlayırıq, həm də kod uzanır ona görə. Metodlar və s. də elə. Tamam. O Təkrarlanan. dediklərin düzdür, problemdir. Yəni kodumuzun sayı çoxalır və s. Bu problemdir. Əsas problem bilirsən nədir? Sənin bir fieldin kökü olmursa, əgər bir gün o fieldi dəyişmək istəyəndə, istər dəyərini, istər bir adlandırmanı, istər tipini, yəni o field haqqında nəsə bir dəyişiklik eləmək istəyəndə bilməyəcəksən ki, hansını da eləyəsən dəyişikliyi. Və ya birində eləyəcəksən dəyişikliyi, o birisi qalacaq. Proqramda artıq məntiqi səhv baş verəcək. Bildin? Rüfət səndə? Bəli. Mən sizin dediyinizi dedim, daha öncə siz dediniz. Yəni məsələn bir kodu eynisilə bir neçə dəfə təkrarlayanda, məsələn, həm müdir üçün, həm müəllimlər, həm tələbələr üçün məsələn name hazırlayıq və ya surname falan eyni cəhətlərindən danışanda, məsələn, onları dəyişmək istəsək bir də hamısını tezdən dəyişməliyik bircə əl yazma ilə. Yəni buna görə təkrarlaması bizə ziyandır. Yəni həm vaxt itkisidir, həm də ki problemlər yarada bilər kodla. Düzdür. Belə. Sonra inheritance-ı Videosunu atarsınız zəhmət olmasa. atacağım. Yadımdan çıxmasa atacağım. Pınar, sən də görək kodda inheritance-ı necə tətbiq elədik? Inheritance deyəsən miras almaydı. Extend yazırdıq. Miras alırdıq. Yəni Extends açar sözü ilə eləyirdik, bəli. Tamam, bir-iki dənə də nümunə yazaq. Məsələn, bu teacher student nümunəsi idi. Sonra ola bilər ki bundan çıxaq. Bunda siz deyərsiniz ki, inheritance-ı necə tətbiq edəcəm burada. Çevrə klası yaradıram. Burada var bizdə
Pınar, sən de. Bəli, Ha. De görək ki, burada problem nədir və necə həll eləyərsən? burada biz nə etmək istəyirik? 3 dənə klassımız var, yaxşımı? Bayaqki nümunə ilə oxşardı. Bayaqki nümunədə nə problemi həll elədiksə, bilmirəm, baxırdınsa bayaqki nümunəyə. Burada da həmin problem var, onu həll eləyəcəyik. Bayaq mən göstərdiyim yolla. Dərsə baxın, zəhmət olmasa, yəni qulaq asın, baxın. Aygün, buradasan? Bəli. Deyə bilərsən sən? Hansı circle bildim. Eyni olan araya var. Onu şey eləyirik. Ayrıca bir dənə məsəl üçün figurlar adlı klassla götürürük. Aha, Sonra onu extension-dən çağırırıq hər ikisində. bəli. Deməli, klassın adını qoyaq. Figurlar yox. Klass adları qoyanda cəm haldan istifadə olunmur, tək hal. Figur qoya bilərsən. İngiliscə gedir, ingiliscə yazaq. Shape klassı yaradıram, yaxşımı? Nə tətbiq eləyəcəm burada? Inheritance tətbiq eləyəcəm. Çünki belə hallarda inheritance tətbiq eləmək lazımdır. Ortaq olan fieldimiz nədir? Area fieldidir. Bunu götürürəm, kopyalayıram, atıram shape klassına. Digər klasslardan silirəm, çünki artıq onlar shape klassından götürəcəklər bu fieldi. Və digər klasslara da o circle, triangle və rectangle klassına deyirəm extends nə? Shape. Aysun, salam. Salam, üzrlüsən, gec qoşuldum. Biz dərsi keçib qutardıq hoca. Doğrudan. Gecikdin. Rekorda baxaram onda. Olacaq, hə, rekord gedir, baxarsan oradan. Sonra, deməli, inheritance tətbiq olunur belə. İndi inheritance'ın özü ilə getirdiyi bir dənə açar söz var. Həmin açar sözümüz super açar sözüdür. Super açar sözüdür. Shape klassı buradadır. Burada yazmayaq, məsələn, circle-ın içərisində yazaq. Ben ona sizin əvəz edici demək olar. Əvəz edici yox, Super. əvəz edici deyil. Super açar sözü this açar sözünün əvəz edicisi deyil. This ayrı iş görür, super ayrı. This nə üçün idi? Konstruktorda, o məsələn this name yazırdıq bərabər name. Da konstruktor yazanda istifadə olunurdu. Tamam, neyi göstərirdi this? Elə bir ki, məsəl üçün dəyişənlər çox olduğunda bu dəyişən məsəl üçün name'in konstruktora aid olduğu yoxsa klassa aid olduğunu göstərir. Ay, sağ ol, onun üçün. Mənim Bəli, seçmək üçün. Mənim seçməyə də demək olar. bəli. Nəyə aid olduğunu göstərmək üçün istifadə olunur. Klassın dəyişənini göstərmək üçün istifadə olunur this. Bəli, bəli. Super, amma deməli superin də iki növü var. This'in əslində iki növü yoxdur, sadəcə superin iki növü var. Biri super yazıb nöqtə qoymaqla çağırılır, digər də super yazıb mötərizə qoymaqla. Super yazıb nöqtə qoymaq bizim super klassımızda olan bir metodu çağırmaq üçün istifadə olunur. Məsəl üçün bir metod var bizdə super klassın içərisində.
yazıram public string show area sahəni göstərmək üçün olan bir metoddur. Return eləyəcək. Bunu string yox, double verməliyik. Show area, return area. Belə bir metodumuz var. Düzdür, bizim circle klassımız bu shape'in içərisindəki metodu, show area metodunu götürəcək özünə. Və belə bir şey deyək. Və bunu final yazsam. Final yazsam bu demək ki, bunu extend eləməyəcək. Ya daha doğrusu override eləməyəcək. Override generate override methods belə bir şeye baxacağım. Show area'mı göstərir. Bunu final eləyirəm. Belə. Bunu final eləməyimin səbəbi sizə lazım deyil. Neyse, sadəcə nümunə qurmaq istəyirdim. Super nə üçün istifadə olunur? Hansı klassın içərisində istifadə olunubsa, məsəl üçün bizdə circle klassının içərisində istifadə olunub. Həmin klassın, yəni circle klassının parent klassındakı, yəni bizim shape klassımızdakı bir metodu çağırmaq üçün istifadə olunur. Super yazıb nöqtə qoymaq bunun üçündür. Super yazıb nöqtə qoyursansa, parent klassın və ya super klassın metodunu, təkcə metodda deyil, metodunu və ya fieldini çağırmaq üçün istifadə olunur. Bu qədər. Super yazıb mötərizə qoymaq, super klassın konstruktorunu çağırmaq üçün istifadə olunur. İndi konstruktorlara da bir dənə baxaq. Bir konstruktor yaradıram burada. Bunu yəqin bilirsiniz ki, biz heç bir konstruktoru yaratmasaq, hər bir klassın bir default boş bu şəkildə bir konstruktoru olur. Bunu bilirsiniz də yəqin. Bilirsiniz dedim, yəni keçən dərs demişdim. Amma biz bir konstruktor yaratmağa qərar versək, bu boş, hazır, avtomatik olaraq yaranan konstruktor silinir. Onun əvəzinə bizim konstruktorumuz yazılır. Yazıram shape, mötərizəni açıram, fiqurlu mötərizələri qoyuram və bura bir parametr yazmağa çalışıram. Baxın, parametri yazmağımdan xəta görməyin bir olacaq. Bir parametr yazaq, məsəl üçün area yazmağa çalışaq. Deyək ki, double area. Parametr qoydum, qoymağla burada xətalar əmələ gəldi. Üçüncüsü amma, üçüncüsü də burada. Burada xətalar görürük. Keçək indi buna inheritance əlaqəsi olan klasslarda konstruktor yaratmaq. Bu artıq təzə bir mövzudur. Bu problem niyə yarandı? Bunu kommentariya alıram, problem itir. Child klasslarda o avtomatik olaraq yaranan konstruktor bu şəkildə olur. Baxın, circle mötərizə açılır və bunun da içərisində bir dənə super mötərizə açılır. Avtomatik olaraq bu konstruktor bu vəziyyətdə olur. Əgər mən circle klassından bir obyekt yaratmaq istəyirəmsə, obyekt yaradanda biz nə edirdik? Həmin klassın konstruktorunu çağırırdıq.
Amma yaratmaq istədiyimiz klass bir child klassdırsa, yəni onun bir upper klassı, bir parent klassı və ya başqa sözlə bir super klassı varsa, həmin o child klassın konstruktoru çağırılanda mütləq onun içərisində super klassın da konstruktoru çağırılmalıdır. Bu biraz qəliz məsələdir. Və çox da kod yazanda böyük bir problem yaratmır. Sadəcə bu mövzuya aiddir deyənə demək lazımdır. Başa düşməsəz belə çox da böyük problem yoxdur. Sadəcə əsas hissəsi budur. Başa düşülməli olan hissə budur ki, circle klassının konstruktoru çağırılanda onun da içərisində super klassın konstruktoru çağırılır. Və konstruktor çağırılır bu şəkildə. Super və mötərizənin içərisində heç bir arqument atılmır. Və bizdə problemi yaradan, bu xətanı yaradan da budur. Mən gəlib burada arqument götürən bir konstruktor yaradanda, mən bura area atıram da, area. Bu deməkdir ki, mən shape'in konstruktorunu çağıranda mütləq bir dənə arqument verməliyəm. Və burada shape'in konstruktoru çağırılır, amma arqument verilmir. Baxın, arqument verilmir. Və bizə də bunun tövsiyə elədiyi düzəltmə nədir? Arqument götürən bir dənə circle-ın konstruktorunu yaradaq və götürülən arqumenti həmçinin arqument olaraq götürülən dəyəri həmçinin arqument olaraq ataq superin konstruktoruna. Belə. Bunlarda da bu üçündə də eyni fiksi eləməliyəm. Dediyim kimi çox da sadə deyil. Amma başa düşməsəz də eybi yoxdur. Sualı olan var. Pınar, kod yaza bilirsən, kompüterdəsən. Necə müəllim? Kod yaza bilərsən. İndi hal-hazırda. Mənim kompüterim yanımda deyil, telefondan qoşulmuşam. Çalışın dərslərə kompüterdən qoşulun ki, kod yaza biləsiniz. Çünki nə qədər kod yazsaz, məlum məsələdir ki, o qədər yaxşı öyrənəcəksiniz. Bir son şeyi də deyim. Java'da single inheritance var. Nə deməkdir? Bir klass sadəcə bir klassdan extend eləyə bilər. Bir klassdan inherit eləyə bilər. Bir klassdan miras götürə bilər. Aydındır? Yəni circle extends shape və həmçinin bunun yanına vergül qoyub başqa bir klass yaza bilmərəm ki, ondan da fieldlar və ya metodlar götürsün. Onun da həlli nədir? Onu görəcəyik 2 dərs sonra. İnterfeyslərdə görəcəyik ki, bunu necə həll ediblər. Amma inheritance-dan gedirsə söhbət, bir klass sadəcə bir klassdan götürə bilər. Amma düzdür, bir klass sadəcə bir klassdan extend eləyə bilər. Klasslar bir limit olmadan, bir məhdudiyyət olmadan bir-birlərindən sonsuz sayda extend eləyə gedə bilərlər. Məsəl üçün, üçbucaq yazmışam da burada triangle və ya bu nümunə ilə gedək, rectangle yazmışam. Düzbucaqlı. Düzbucaqlı həmçinin kvadrat da ola bilər də, deyil. Burada bir kvadrat da ola bilər məndə. Kvadrat klası, square. Bu kvadrat klası extend eləyə bilər. Nədən? Rectangle-dan. Nə deyir? Bu xətanı verir. Yaxşımı? Və ya bir üçbucaq ola bilər, düzbucaqlı üçbucaq. O extend eləyə bilər triangle-dan. Bu şəkildə bu inheritance zənciri sonsuza qədər bir limit, bir hüdud olmadan uzana gedə bilər. Aydındır. Amma bir klass 2 klassdan birdən extend eləyə bilməz. İndi mənim bu dövrü dayanmadan bir-birlərini extend etməsinin səbəbi nədir? Yəni mənası nədir? Mənası nədir deyəndə burada məna yoxdur, sadəcə imkan var. Və bir imkan var.
Tamam. Eləyir demir Okey. amma, yəni eləyə bilər də, bildin? Məsələn, elə bir backend arxitekturası quraram ki, bu şəkildə strukturlandıraram, bildin? Klasslarım hamısı bir-birindən extend edir. Bildim.